Görürsünüz də burada nə qədər zibil var. Dostlar salam. Bugün böyük bir evin radiator sistemini yuyacağıq. Burada qabaqcadan hansı qazan işləyib onu göstərim sizə. Dostlar burada qabaqcadan deməli Simi yer tipli atmosferik qazan işləyib. Bunun da deməli istilik dəyişdiricisi çuğundandır və sistemdə qismən oksigen baryerlidir, böyük bir sistemdir. Ona görə bugün təzə qazanxana yığıb təhvil verməmişdən öncə biz bütün sistemi deməli xüsusi aparat vasitəsilə yuyacağıq. Deməli bu bizim aparat. Onu suya qoşmuşuq və bizdə belə bir maqnit var. Onu atacağıq qabın içinə. Oradan çıxan bütün maqnetit yığılacaq bunun üstünə və biz sonra görəcəyik ki, nəticə nə oldu. Bir radiator yuyulub cəmi, hələ də yuyulur. Nəticələrinə baxaq. Bax, bir radiator. İndi bilmirəm, kamera o məsələni göstərir yoxsa yox, buna baxın. Görürsünüz də burada nə qədər zibil var. Qoyuruq bunu yerinə. Dostlar, deməli yuduq. Bir qismi çıxdı. Bax bu marlanın üstündə görürsünüz. Hamısı polad oksididir. Özü çox iri dənəcikləri var. Görürsünüz. Hamısı polad oksididir. Ona görə də yəni 4-5 ildən bir sistemi yuysanız yaxşı olar. Oksigen baryerindən istifadə eləsənizsə, bunlar ən azı yarı bayarı azalacaq.